Amma elə demədi. Dedi ki, mən kimin mövlasıyam? Əli də onun mövlasıdır. Hamı başa düşdü ki, söhbət sevgidən gedir. Mən kimin sevimlisiyəmsə, Əli də onun sevimlisidir. Elə konkret olaraq deyərdi ki, Əli məndən sonra sizin xəlifənizdir. Yoxsa ki, 10 mənadan daha çox məna verən sözlə Allah Rəsul deməzdi. Yəni güya siz xəlifə desəydi qəbul edəcəydiniz. Bu Səqələyn hədisi elə xəlifə sözü ilə də gəlib. Əl-Musnad kitabında Əhməd ibn Həmbəl özü qeyd eləyib, Həmzə Əhməd Zeynin şərhinə baxın. Darul Hədis Əl-Qahirə tərəfindən çap olunan nüsxə 16-cı cild, səhifə 51, 21547 rəqəmli rivayət. Deyir, qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Rasulü buyurdu: "İnni tarikun fikum xəlifəteyni." Mən sizin aranızda iki xəlifə qoyuram. Kitaballahi və əhlə beyti. Bir Allahın kitabıdır, bir də mənim əhli beytimdir. Zeylində deyir ki, isnaduhu hasanun, isnadı həsəndir, yəni məqbul rivayətdir, zəif deyil. Və Sahihul Cami'-əs-Səğir kitabına müraciət edirik. Əlbaninin təlifi Vəhabi Şeyx Mühəqqiqi, Əl-Məktəbul İslami tərəfindən çap olunan nüsxə 1-ci cild, səhifə 482, 2457 rəqəmli rivayət. Deyir sahihun, Əlban deyir ki, rivayət səhihdir. Yəni heç bir şək şübhə yoxdur burada. İnni tarikun fikum xəlifəteyni. Mən sizin aranızda iki xəlifə qoyuram. Kitaballahi və itrəti əhlə beyti. Allahın kitabı və mənim itrətim, əhli beytim. Vəhabilərin özləri də Əlbani deyirlər ki, əhl-i-sünnə alimidir, sələfin yolundadır, sahabələrin yolundadır, öyürlər və bu şəxs özü deyir ki, bu rivayət səhihdir. Şeyx Albani əhl-i-sünnənin etiqadında olub. İstər iman mövzusunda, istər digər mövzularda. Sələfi şeyxlərindəndir. Sələfi salihin etiqadında olub, sahabələrin, tabinlərin, ətbəi tabinlərin, əhl-i-sünnənin böyük imamıdır Şeyx Albani. Əhl-i beyt kimdir? Sualına gəldikdə isə Vəhabilər özləri açıq-aşkar etiraf edirlər ki, İmam Əli əleyhissalam əhl-i beytdəndir. Və ən üstünləri də İbn Teymiyənin dediyinə görə Əhl-i Beytin ən üstün şəxsi İmam Əli əleyhissalam, xanım Zəhradır səlamullahi aleyhə, sonra İmam Həsən və İmam Hüseyn aleyhimussalam. Səhih görüşə görə necə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, Əhl-i Beytin içərisində ən üstün olan İmam Əlidir, sonra Fatimədir, sonra Həsən, Hüseyn. Qardaşım, dinlədim bunu, biraz kişi olmaq lazımdır, düzdür? Yəni insan gəlir kişilik eləsin, insaf əhli olsun, ədalətli olsun. Buraxıram sənin öhdəvə. Buraxıram bu dərsi sənin öhdəvə. İndi cavab ver. Kötüsün axı?